Salam dəyərli izləyicilər, hamınızı xoş gördük. Bugün sizinlə Novruz şirniyyatlarından Qubanın məşhur şəkər burasını, başqa adıyla qoz çörəyinin möhtəşəm əla reseptini bölüşəcəyik. Digər reseptlərimiz kimi bu da birəbir tutan bir reseptdir. Qat-qat, yumuşaq və çox ləzzətli qoz çörəkləri alınır. Yarım porsiya üçün bizə 600 qram un lazımdır. Yəni 200 ml stəkanla 4 dolu stəkan, üstə gəl 5-ci stəkanında 3də 2-si qədər. Yəni stəkanı gözə yarı 3 hissəyə bölürsüz, 2 hissəsini unla doldurub əlavə edirsiniz. Nəzərə alın ki, stəkanın aşağı hissəsi yuxarıya nisbətən biraz dardır. Bunun üzərinə 1 çay qaşığı şəkər tozu və yarım çay qaşığı duz əlavə edirik. Bir porsiyon reseptini video açıqlama bölməsində yazacağım. Kim çox almağını istəyirsə, o reseptlə hazırlasın. 7 qram yaş mayanın üzərinə xəmiri yoğurmaq üçün götürdüyümüz ümumi yarım stəkan ilıq yağlı süddən biraz əlavə edib mayanı həll edirik. Əgər quru mayadırsa, ondan çox da dolu olmayan yarım çay qaşığı götürün. Unun orta hissəsində dərinlik yaradıb mayanı əlavə edirik. 2 ədəd yumurta sarısı, 1 ədəd də bütöv yumurta götürmüşük. Bunları da çalıb bunun üzərinə əlavə edirik. Bura həmçinin 100 qram yumşalmış kərə yağı, 1 xörək qaşığı üzüm sirkəsi, 1 təpələmə dolu xörək qaşığı xama və götürdüyümüz yarım stəkan ilıq yağlı süddən qalanını əlavə edib xəmiri yoğururuq. Nəticədə belə yumşaq xəmirimiz alınır. Üzərini örtüb yarım saatlıq isti bir yerə maylanmağa qoyuruq. Ardınca Quba şəkər burasının içliyini hazırlayırıq. Adından da göründüyü kimi qoz çörəyinin içliyi qozlu olur. Amma məncə qoz yağlı olduğuna görə yarı qoz, yarı badam və yaxud da fındıqla eləyəndə içlik daha da gözəl olur. Amma biz bu dəfə istədik ki, əsl qubalılar kimi sadəcə qozla hazırlayaq içliyi. Bunun üçün 300 qram qoz ləpəsini badam maşınından keçirdirik. Üyüdülmüş qoz ləpəsinə 3də 1 çay qaşığı hil və 250 qram ərənmiş narın şəkər tozu əlavə edib qatırıq. Daha sonra qatları yağlamaq üçün 150 qram kərə yağını tortası dibinə çöküb şəffaflaşana qədər əridirik. Xəmir də mayalandı. Onu əvvəl 2 bərabər hissəyə bölürük. Ardınca həmin hər hissəni də 3 bərabər hissəyə bölüb kündəliyib yığırıq. Ümumi 6 kündə hazırlayırıq. Üçünü bir, digər üçünü isə bir edəcəyik. Yəni 2 dəfə hazırlayacağıq. 3 qat olacaq şəkər bura. Kündələrdən 5-ini yoğurma qabına yığıb üzərini örtürük ki, quruyub qaysaq bağlamasınlar. Qalan bir kündəni yaymağa başlayırıq. Yuxaları 60 sm diametrli məcmeyinin içərisinə yığıb yağlayacağıq. Bunun üçün məcmeyini günəbaxan yağı ilə yağlayırıq. Fərqi yoxdur. Dəzgahın üzərində və yaxud hər hansı bir düz səthin üzərində də edə bilərsiniz bunu. Yaydığımız ilk yuxanı məcmeyə salırıq. Kənarlarından dartıb məcmeyinin diametrinə çatdırdıqdan sonra üzərinə əritdiyimiz kərə yağından 2-3 xörək qaşığı əlavə edib fırça ilə hər tərəfə bərabər yayırıq. Digər 2 kündəni də eyni qaydada üst-üstə yığıb yağlayırıq.
Üçüncü yuxanı da üzərini yağladıktan sonra bunları 3 barmaq enində lentlər şəklində kəsirik. Kəsdiyimiz bu lentləri rulet şəklində büküb yığırıq. Rulonların çəkisini 53-55 qramlıq eləyirik. Bu aralıqda eləyirik ki, hamısı eyni ölçüdə olsun. Çünki Quba şəkərburası biraz Bakı şəkərburasından iri olur. Ona görə də 40 qramlıqsa əgər Bakı şəkərburası, bunu biraz iri eləyirik. Siz də gözəyarı götürə bilərsiniz əgər tərəziniz yoxdursa. Hamısını hazırladıktan sonra rulonları götürürük. Lentin ucunu daha səliqəsiz tərəfə qatlayıb, yastıladıb, armudu stəkan əlbəkisi ölçüsündə yayıb yığırıq. Hamısını yayıb yığdıktan sonra bunları tərs çeviririk. İlk hazırladığımızdan başlayaraq şəkərburaları içləyib kənarlarını Bakı şəkərburasının kənarı kimi, amma bir qədər dərin və kobud şəkildə bükürük ki, sobada olanda açılmasın. Bükdükdən sonra tərs çevirib qoyuruq. Düzdür, üzərini örtürük, amma yenə də tərs çevirib qoyanda üzəri daha gözəl olur, naxış daha gözəl tutur. Bakı şəkərburasını da eyni bu qaydada izləmişsinizsə belə eləyirik. Bir hissəsini büküb yığdıqdan sonra başlayırıq naxış vurmağa. İndikilər bilməzdir, amma qabaq Bakı badamburası da eyni bu qaydada hazırlanıb. Düzdür, Bakı badamburası çox qatlı olub. Quba şəkərburası 3 qatlıdır sadəcə, amma eyni bu qaydada hazırlanıb. İndi şəkli biraz dəyişib. İçərisində oyuq açıb içlikdən qoyurlar. Eşitdiyimə görə Quba şəkərburasının üzərinə çox naxış vurulmur. Onun gözəlliyi qatlarındadır, necə badambura kimi. Amma biz şəkərburaya bənzətmək üçün üzərini şəkərbura kimi naxışlayırıq, amma bir qədər kobud naxış vururuq. Qubalı xanımlar, yazın görək, bəs siz necə edirsiniz? Quba şəkərburasının üzərinə naxış vurursunuzmu? Necə vurursunuz? Quba şəkərburalarını əvvəlcədən isidilmiş 190-200 dərəcəli sobada hazır olana qədər bişiririk. Altı qızarır, üzəri ağ qalır. Quba şəkərburaları sobadan çıxdı. Deməli, hazırladığımız xəmirin, yarım pors xəmirin yarı hissəsini bişirdik. 3 gündəni 3 qat edib bişirdik. Qalan 3 gündəni də eyni bu qaydada hazırlamışıq. Onları da içləyib, büküb bişirəcəyik. Yarım porsdan 22 ədəd Quba şəkərburası alınır. İçərisi dolu-dolu, topbuş, yumuşaq, kövrək, çox ləzzətli Quba şəkərburalarımız alındı, həmişə olduğu kimi. Onu da qeyd edim ki, bu resepti sizinlə ilk dəfə paylaşmırıq. İllər öncə sizinlə paylaşmışıq. Səhv etmirəmsə 2017-ci ildə paylaşmışıq sizinlə. Bu yeni izləyicilərimiz üçün idi. Onlar da görsünlər, hazırlasınlar. Və ilk dəfə də Quba şəkərburasını YouTube-da video reseptini biz sizinlə paylaşmışıq. O vaxta qədər yox idi YouTube-da belə bir resept. Çoxları hazırlayıb, razı qalıblar. Görməyən izləyicilərimiz də əla resepti hazırlasınlar. Qatları aydın görünür kəsəndə. Əgər bəyəndinizsə videonu like etmək yadınızdan çıxmasın. Şərhlərinizi gözləyəcəm. Qubalı xanımlar, yazın görək siz necə hazırlayırsınız. Şərhlərinizi gözləyəcəm. Süfrələriniz bol ruzlu, bərəkətli olsun. Hələlik.